Salamlar hamıya. Bugün English File, Workbook and Student Book'tan növbəti dərsimizdə. Bugün I will always love you. Çox müsbət bir mövzudan danışırıq. Mən sevəcəm həmişə səni. Sevgi mövzusu, love. Və gördüyünüz kimi müsbət, optimist, pozitiv bir şeydən danışırıq, mövzudan. Və yenə gələcək zamandır. I will deyir çünki. It's a secret. Secret nədir? Gizli. Gizlidirsə nə etməliyik? I won't tell anyone. Kimsəyə deməməliyik. Tell deməkdir, won't tell deməmək olur. Yəni will not tell. Reading, oxumalı. Look at 6 promise below. What do you think they have in the common? Nə düşünürsən? I won't tell one. Heç kimə deməz. I will write, yaz. I always love you. Həmişə sevəcəm. I will play you back tomorrow. Mən sabah geri qayıdacağam. I will come back tomorrow. Mən sabah qayıdacağam. This won't hurt. Barədə qışqırma. Jackson read article once and write the correct promises. It's 1-6. Deməli, read again. Mətni oxuruq. Find words and match to the definition under syllable. Mətni oxuyub yerinə qoyduq. Promise vəd verməlidir. We make them and we break them. Biz düzəldirik onlara. Because some promise. Çünki biz vəd vermişik. We had to keep. Biz çox çətin saxlayırıq. Here are to the 6 most common broken promise. Deməli, bu artıq baxılan yer doldururuq. You always hear this from welders, plumbers and electricians. Öpüş adlarını səhv gördüyünüz kimi. But the truth is very different. Müxtəlifdir. They won't come back until next week. Deyir, qayıtmayacaq gələn həftəyə qədər. And you will probably need to ehtiyac var deyir. Phone zəng etməyə. 5 times. Birinci 5 dəfə onlara. Burada mövzu nədən gedir söhbət? Gəlin 2-yə baxaq ondan sonra. We love hearing secrets and we happily make this promise. Biz sevirik dinləməyi gizli. Biz xoşbəxt oluruq. And at the times they really mean it. Don't worry, we say your secret is safe with me. Deyir, narahat olma. Biz deyirik, bu gizlidir. But of course it isn't. Amma əlbəttə ki deyil. Research show everybody will always. Hamıya deyirik, bu gizli var. Sonrası Wall Street will know. Küçədə kim ki var, hamı bilir. Elə biri, əslində bu negativ cümlədir. Elə biridirsə. Öyrənirlər informasiya, bu da ola bilər. İndi baxaq 3-ə. A favorite phrase, Dr. Dennis Narcis. Doktor Dennis diş həkimi, narsistik bacısı. They always say it just before they give an injection. But the phrase is not comfortable. The phrase is this won't hurt. Qışqırma deyirlər. Medicine ola bilər, dərman. 3. A favorite phrase yoxdur. You make a new friend on holiday or on a bus journey. Deməli, yeni dostlarla tətilə. So email address, you make this promise 6 months later, 6 ay əvvəl. You find, sən tapırsan bir adını, adresini. Dear, you think, but sən unutmuşsan. Onlar deyir ki, biz yazmışıq.
Baxın, holidaydən söhbət gedir. Burada da traveling görürsüz, tətildən söhbət gedir. İndi baxırıq 5-ə. In Hamlet Shakespeare told us never to borrow or lend money. Deyir Hamlet də Shakespeare deyir, demirdi heç vaxt borc verməyə, borc almaq is right, o doğrudur. When we lend people money always makes his promise, but they forget. İnsanlar vəd verir, amma unudur. If we ask for them money back, they think we are mean. If əgər we don't ask sən soruşmursan, we never get the money back. Sən deməsən onlar heç vaxt qaytarmırlar money pulu. Burada hansı ola bilər? İkisi qalır zaten. 6-ya da baxaq gələn verək. Whitney Houston sang a song about this every day all over the world. Thousands of people make some promises. İnsanlar bir-birinə vəd verir. Listen love X sevgi vasitə, amma deyir onlar vədlərini difficult çətinliklə saxlayırlar onlar. Something which lasts forever. Birlikdə düzdür, çətinliklə saxlayırlar. Bu da ora getdi. İndi baxırıq. Grammar bildi. The chorus of the using people are saying insanlar meat or fish. Aha, burada meat or fish, et yoxsa balıq. Burada nə düşünə bilənlər? Coffee and tea ola bilər görən. Ya əsasən düşünürlər. Burada shop closes game. Burada money verir deyəsən, money lend or borrow. Borc verir yoxsa borc alır. Burada da gülürdən yəqin ki anasıdır. Mom and son. Beyə complete sentence Malibu cartoon. I will have stick please. I will deyə bilərik ki I will always love you mətnada olduğu kimi. I will help you kömək edəcəm sənə. Sonra shall I open the window, yəni pəncərəni aça bilərsən, open var. Burada gördüyünüz kimi deməli open bu üçünü qoyduq, nə qaldı? Yes bu gözəldir. I will pay it də ola bilər. Pay. Məsələn pay qoysaq nə qalır? I will you back. You take you back tamamı sonra götürəcəm. O da have dediyim kimi. İndi baxırıq buna. Look after sentence again which two are people. İki insan. Making a promise. İki insan bir-birinə vəd verir və daha çox. Making a decision. İki insan yoxlayır. Offering something. O da nəsə etmək. Bu da iki insan. Düzdür. İndi baxırıq vocabulary. Look I am going to Italy. Mən İtaliyaya gedirəm. I am going back Italy. Mən İtaliyaya qayıdıram. Back varsa əksdir. Deməli, call back geri zəng etmək, come back geri gəlmək, give it geri vermək, pay me back geri qoymaq, take it geri götürmək. İndi baxırıq, back geri deməkdir. Çünki I love that shirt you give me for my birthday. Deyir, mən sevirəm səni shortly verə bilərsən mənim üçün ad günümdə. But it's a bit small. Deyir, amma bu çox balacadır. Don't worry, narahat olma. I will. Neyniyə bilər o? Pay me back. Götürə bilər. Change it. Dəyişə bilər. Deyir, can I speak to Brad? Please, deyirsən danışa bilərsən Brad. I am sorry, it's not, mən bu saat danışa bilmərəm. I will call back, sonra geri zəng edərəm. Excuse me, could I talk to you for a moment? Bağışla, sən danışa bilərsən bu dəqiqə. I am really busy moment, mən məşğulam, called you. Burada sonra bu zəng gedirsə, bu zəng buradadır. Onda burada sonra verərəm. Yox, götürərəm. İndi görək 4-dən nədir, ona sizcə. That's me when you are
using deyir. No is not istifadə et. Deyir mən istifadə edə bilərəm sənin qələmindən. Yox, istifadə etmə. Bu mənimdir. No, it's mine. Bu mənimdir. Geri vermirəm olar. Can't you lend me deyir mənə 50 euro verə bilərsən? İstəbəs when can you geri verəcəksən? Give it back tomorrow. Sabah verəcəm. Burada oldu deməli give back. Burada oldu call. Come. Call, come. Deməli nə qalmışdı 2 dənə? Bunu seçmiştik, bunu seçtik. Birlə 2 qalmışdı. Birinə pay me gedəcək, ona da birinə take it back. Pay me, take it back. Belə listim. Elədik, speaking, mahnıdır. Bizdə yoxdur. Bu mövzuda bu qədər. İndi workbook-a baxırıq. Promise vəd vermək. Window, pəncərə, ərəb çatmaq, repeat, təkrar, empty, boş, folder, tikmə, receive, moment, doktor, bunlar demişim, Unix, secret, never, heç vaxt, unutmaq, worry, narahat, finish, bitirmək, exit, mövcud olmaq, borrow, borc, bunlar belə. Deməli, bu neyiniyir? I think go to bed. Turn off. Go to bed. Burada yatan var. Sonra turn off. I turn off. I will there. Hamısına baxın. I əvvəlinə I, ikinci hissəsinə də I will artırırıq ki, cümlə tamamlansın. Gördünüz? Şimdi baxırıq B-yə. I give back to you tomorrow. Deyirsən sabah geri verəcəksən. Bu promise vəddir. Which do I take that one? Ayant mən istəyirəm pulumu qaytarırsan. Bu istəkdir. Deyirsən köməyə ehtiyacım var. No, yox dedi. Atası. I have soap and salad. Mən sıra salacaq istəyirəm. İndi vocabulary. Call, zəng etmək, drive sürmək, vermək, pay. Take, götürmək. Please come back in 10 minutes. Please stay on the geri qayıt. Şimdi baxaq. Many comment while you shower. Mən danışarkən shower duş alırdı. O dedi sənə. Call her back when you sonra zəng et. Can you let me on? Deməli, borc istəyirsə, burada borc sözünə uyğun nə vardır? Pay, borc götürmək. İçə baxırıq. When driving varsa de drive ilə uyğun gedir. Do you borrow my pen? Take götür. Yox, deməli. Drive nə qaldı? Drive dedik, give dedik. Give qaldı. Give də bura qoyuruq. Şoför. Gelmeyi qaytarmalı verməyə daha doğrusu. Hard lesson. My name is John and this happened to me when I was holiday in Sevilla in the south of Spain. Deyir, mənim adım John'dur. Bu baş verir nə vaxt ki Sevilla'da tətil idim. İspanyada. I was having a coffee in bar when man come up to me. Deyir, mən o kofe içirdim. Gəldi mənə. He was quite smartly dressed. Paltarcıyla until looked very well. Do you speak sən bilirsən İngilizcə? He definitely she wasn't Spanish. Mən İspanyolca bilmirdim. But I am not was from. I am very sorry to bother you. But I have a serious ama ciddi problem var o devam etti. I am a business trip. Mən de business trip'e gelmişim. I lost my brief, my passport, my wallet, money, credit cards, mobile address, book, everything. Mən hər şeyimi itirmişəm də bir sözüm. Passport, pul, kart, telefon, adres. Mənə kömək edə bilərsən. I need to go 60 euro to get to train to Madrid. Mənə deyir, ehtiyacım var $50. Mən 50 euro, mən Madridə gedim qatarla. I will
prepare you back. Mən geri qaytaracağım. Of course, əlbəttə. When I get address in England on a single title, I wasn't sure, but he didn't seem suspicious. So I asked, mən yazmışdım. I wrote down my, hemen yazdım adresi ona. Verdim pula, giving him a coffee. Coffee'de devam ettim. We chat for a few minutes and then I looked at which watch said of the devil I should to the station. Mən gedim station'a. Thank you very much. Təşəkkür elədim. O söz verdi kafeye. So do you think if paid me back? You are right. I didn't. I won't lend money. Start again. Mən yenə verməyəcəm borc. Read deməli baxırıq. John writes his address as business card. John ona yazdı adresini. Hə, indi biz bunu sayla seçməliyik. Görək birinci hansı gələcək. Birinci gələn elə onun oturub çay içməsidir. Sonra içirdi. Sonra Zemin explained his problem. Gəldi dedi ki, hemen deməli birinci oturmuşdu barda. Sonra oğlanla gəldi. Sonra o hiss etdi problem var. Sonra onlar danışdılar. Sonra o razı oldu kömək etməyə. Ondan sonra nə gəlir? O tərk elədi oranı. Axırıncı. Sonra bitti. Bu qədər. Zaten tərcümə etdiyimiz üçün bizə asan olur tapmaq. Bu sözlərin mənası boldur. Tükən, electrician, elektrikləri, injection. Bunlar hamısı pişiyordu. Journey, jurnal, piece of paper. Paper vərəq deməkdir. Promise bunlar dediği secretness atıyor. Ayrıca bilirsiniz. Study idea. Oxuyaq idea. Some words, bəzi sözlər are easy, asandır. Remember, xatırlamaq. Because çünki similar, qısadır. Language. Başqa dillərə nisbətən Boulder, building, more words to learn, which are easy. Deyirsən hansı asan sözləri xatırlayırsan, hansı çətindir. Onları qeyd et. Question time. Baxaq. I can't do this homework. Deyir, mən hesab edəmirəm. It's very difficult. Bu çətindir. Deyir, deyirsən situasiyada hansı sözlər deyərsən. Ona, yox, I don't have any, mənim pulum yoxdur. These bags are very heavy. Mənim çantam ağırdır. We don't have any food for dinner tonight. Deyir, mən bugün axşam yeməyi yeməmişəm. It's very hot. Bura çox istidir. Hansı bəhanəni edərsən, yəni bir sözlə. Bugünkü dərsimiz bu qədər.